Sizə hər kəsin bildiyi, bəzilərinin fərqində olmadığı, bəzilərinin qəbul etmədiyi və heç kəsin dilə gətirmədiyi bir həqiqəti etiraf edəcək. Açıqlayacağam. Dostlar, bundan əmin olun ki, riyaziyyatdan qaçışınız yoxdur. Belə bir şansınız yoxdur. Belə bir şey sadəcə mümkün deyil. Riyaziyyat hər zaman sizinlədir, sizinlə olub və sizinlə də olacaq. Həyatınızın istənilən sahəsində. Bu dünyaya gələndən ta bu dünyanı tərk eləyənə qədər həmişə və hər zaman riyaziyyat sizinlədir və siz də riyaziyyatın. O həmişə sizin yanınızdadır. Siz onu görməyə bilərsiniz, fərqində olmaya bilərsiniz. Amma bu onun olmaması həqiqətini inkar eləmir. Həyatınız boyu hər zaman riyaziyyata məruz qalacaqsınız. Marketdə riyaziyyata məruz qalacaqsınız, alış-verişdə riyaziyyata məruz qalacaqsınız, Gənclik Mallda riyaziyyata məruz qalacaqsınız, Crescent Mallda riyaziyyata məruz qalacaqsınız, 28 Mallda, City Mallda, hətta Metro Parkda da riyaziyyata məruz qalacaqsınız. Mətbəxdə riyaziyyata məruz qalacaqsınız, yolda, maşında, avtobusda, metroda, təyyarədə, gəmidə, hətta liftdə də riyaziyyata məruz qalacaqsınız. Əyləncə mərkəzlərində, kafelərdə, restoranlarda, Madoda, Özsüddə, KFC-də, McDonald's-da, hətta Burger King-də də riyaziyyata məruz qalacaqsınız. İrşadda, kontaktda, telefon alarkən, telefonlara, kompüterlərə baxarkən riyaziyyata məruz qalacaqsınız. Məktəbdə, evdə, işinizdə riyaziyyata məruz qalacaqsınız. Həyatda problemlə qarşılaşanda, problemi analiz eləyərkən, bir hadisə başınıza gələrkən, onu analiz eləyib həll yolu tapmağa çalışarkən riyaziyyata məruz qalacaqsınız. Yemək bişirərkən, ev təmizləyərkən, nəyisə təmir edərkən riyaziyyata məruz qalacaqsınız. Siz fərqində olsanız da, olmasanız da, qəbul etsəniz də, etməsəniz də, üsyan etsəniz də, etməsəniz də, həmişə və hər zaman riyaziyyata məruz qalacaqsınız. O həmişə sizinlə olacaq. Sizin xəbəriniz olmasa belə, o hər zaman pərdə arxasında və ya sizin yanınızda və beyninizdə olacaq. İndi sizdən bir şey istəyirəm. Dərindən düşünün və səmimi şəkildə rəylərdə mənə riyaziyyatın olmadığı bir sahəni deyin, əgər varsa.